Hörmətli tədbir iştirakçıları, əziz qonaqlarımız, hər birini salamlayıram. 27 sentyabr alım gününə həsr olunmuş Aşırıza Qobustanlı adına Mədəniyyət evimizin təşkil elədiyi tədbirdə xoş gördük sizləri. Gələn bütün qonaqlarımızı salamlayıram. Şəhid valideynlərimi salamlayıram. Dəyərli ziyalılarımızı, müəllimlərimizi salamlayıram. Dəvətimizi qəbul edib gələn hər kəsə təşəkkür edirəm və ilk olaraq təbii ki, bütün tədbirlərimiz Azərbaycan Respublikasının dövlət himni ilə başlayır. Himnimizlə tədbirimizi açıq elan edirik. Bildiyimiz kimi 2020-ci 27 sentyabrdan noyabr ayının olma qədər davam edən 44 günlük Vətən Savaşında, Zəfər Savaşında, Qürur Savaşımızda, Milli Kimlik Savaşımızda Azərbaycanımız böyük uğurlara imza attı, böyük qələbələrə imza attı. Ali Baş Komandamızın qətiyyəti ilə, ağıllı məntiqi ilə, dəmir yumruğu ilə Azərbaycan xalqının, Azərbaycan əskərinin, Azərbaycan ordusunun, Azərbaycan zabitinin cəsarəti ilə biz böyük uğurlara imza atdıq və sözsüz ki, bu qansız, qadasız başa gəlmədi. Şəhidlərimizin qanı hesabına, qazilərimizin canı hesabına biz böyük uğurlara imza atdıq və mən sizlərdən çox rica edirəm, bu böyük qələbəni bizə bəxş edən, bu böyük qələbənin əldə olunmasında canını vermiş, axan qanları ilə bu torpağı bir daha müqəddəsləşdirmiş şəhidlərimizi bir dəqiqəlik sayğı duruşu ilə yad edək. Allah rəhmət eləsin, bütün şəhidlərimizin. Sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqeylərini və yaşayış məntəqələrini iri çaplı silahlar, minatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq,
mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və 2-ci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən noyabr ayının 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ müdafiəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması elan edilmişdir. Və beləliklə, əziz tədbir iştirakçıları, millət olaraq, dövlət olaraq biz nəhayət ki, təxminən 300 ildən sonra böyük uğurlara imza atdıq. Azərbaycanımız böyük qələbələrə imza atdı. Və yaşadığımız indiki 2023-cü ilin bu sentyabr ayında baş verən hadisələr bir daha göstərdi ki, savaş bu gün də davam edir. Millət olaraq, dövlət olaraq bu gün də biz Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın düşməndən azad olunması uğrunda bu gün də cəsarətlə döyüşürük. Bu gücü, bu qüvvəni bizə verən təbii ki, dövlətimizdir. Ordumuzun, əskərlərimizin gücüdür. Biz bu günlərdə də yüzlərlə şəhidlər verdik. Yenə bütün şəhidlərimizə Allahdan rəhmət diləyək. Hələ bizim böyük qələbələrimiz qarşıdadır. Ali Baş Komandanımızın apardığı uğurlu, məntiqli siyasət bunu deməyə əsas verir ki, Azərbaycan hələ çox böyük qələbələrə imza atacaq. Və mən istəyirəm ki, açılış çıxışımın sonu olaraq bu böyük qələbələrimizi, bu uğurlu nailiyyətlərimizi bir bədii formada təsvir eləyək, şahidlərimizlə bir yerdə. Azərbaycanımız ağ günlərə çıxır da. Azərbaycanımızın ağ günlərinin təməli bölgəsində ölmədim, ağ gününü gördüm Azərbaycanım. Olsa da yox deyəcəm, dərdim Azərbaycanım. Səni çox öydü bu dil, amma çıxartmaz ağını. Gözümə tutiyə tək sürtmədiyəm torpağını. Göydə göy qurşağı tək yelliyirəm bayrağını. Himnini eyləmişəm, virdim Azərbaycanım. Ölmədim, ağ gününü gördüm Azərbaycanım. Ölmədim, ağ gününü gördüm Azərbaycanım. Çox olub yağmalanan, solmuş, üzülmüş vaxtın. Sevrilib, yandırılıb, üstüyə dönmüş taxtın. Milyon il bək dayanıb, indiyə gəldin, çıxdın. İgidim, qəhrəmanım, dərdim Azərbaycanım. Ölmədim, ağ gününü gördüm Azərbaycanım. Anasından soyuyan kəsləri az görməmişik. Yurdayam pörtü baxan kəsləri az görməmişik. Dara düşdikdə çıxar səsləri az görməmişik. Can deyib can
şöyle saçan istəyimə tən görürəm. Zəngəzur, Göyçətirli qələbə qarşıdadır, mən görürəm. Sevgilim tək qoluna girdim, Azərbaycanım. Ölmədim, ağ gününü gördüm, Azərbaycanım. Ölmədim, ağ gününü gördüm, Azərbaycanım. Adı Azərbaycanımızı qorusun. Ən sonuncu balamız Əsmaya balanın dediyi kimi, o bənddə deyildiyi kimi, Zəngəzur, Göyçə ətirli qələbə qarşıdadır. Biz o qələbəyə təşnəyik, o qələbəni gözləyirik və bilirik, ümid edirik ki, yaxın zamanda biz o böyük qələbələrə də imza atacağıq və diqqətdən dolayı hər birinizə təşəkkür edirəm. Çıxış üçün mən sözü ilk olaraq qəsəbəmizin icra nümayəndəsi Tanrıverdi müəllimə verirəm. Çox hörmətli şəhid anaları, şəhid ailələri, çox hörmətli qonaqlar, bugün bizim Mədəniyyət Sarayında sentyabr 27 üçün yüksək səviyyəli anım tədbiri təşkil olunur. Bunun üçün mən Mədəniyyət Sarayının rəhbərliyinə minnətdarlıq bildirirəm. Bugün bizlərin hamımız üçün bir tərəfdən kədərli gündür. Ona görə ki, biz 27 sentyabrdan başlayan 2-ci Qarabağ müharibəsində xeyli şəhidlərimiz olur. Allah onlarına bir rəhmət eləsin. O insanlar 1-ci Qarabağ müharibəsində bizim elə bilmədiklərimizi öz qanları ilə, öz igidliklərlə elədilər. Onlar öz ölümləri ilə tarix yazdılar. Azərbaycan tarixinə elə bir parlaq tarix yazdılar ki, bu tarix əbədi olaraq Azərbaycanın sinəsində dünyanın tarixi yazılır. 44 gün içərisində bizlər Azərbaycanlılar, bizim igid əskərlərimiz, igid şəhidlərimiz, onlar ölməyiblər, bizləndirlər. Onlar elə bir tarix yazdılar ki, doğrudan da məndən əvvəl çıxışlayan Natiq, bunlar daha geniş dedi, doğrudan da heç vaxt unudulmayacaq. Və bu yaxınlarda bir günlük müharibə, Qarabağ müharibəsinin mən elə bir son nöqtəsini qoydu. Siz bilirsiniz, Cənab Prezidentimiz, Ali Baş Komandanımız bugün dünən Naxçıvanda Türkiyə Prezidenti lider Ərizə Əvədoğlu'nla görüşəndə belə bir möhtəşəm çıxışı oldu ki, biz Azərbaycanlı olaraq, Türk olaraq heç vaxt sadə erməni xalqının, Qarabağda yaşayan erməni xalqının represiya uğratmayacaq. Biz Türk'ü bizim qanımızda müsəlmançılıq və türkçülük var. Biz heç vaxt ermənilər kimi hərəkət eləməyəcəyik. Onlar bizim vətəndaşlarımızdır. Onlar sülh şəraitində orada yaşaya bilərdir. Kim Azərbaycan qanunlarına tabiçilik eləyirsə, Azərbaycan qanunlarını qəbul eləyirsə, onlar Azərbaycan torpağında Azərbaycanlılar kimi yaşayacaqlar, onların hüquqları olunacaq. Onun çıxışı bilirsiniz ki, burada ələşələrin əksəriyyəti ziyalı insanlardır. Dünyada çox yüksək səviyyədə səslənir. Bütün dünyada Azərbaycana qarşı hörmət böyüdür. Bütün bunların özündə əslində duranlar da təbii ki, Ali Baş Komandanımızın rəhbəri ilə bizim milli ordudur və orada xidmət edən və bugün aramızda şəhidlik zirvəsində uzanan şəhidlərimiz. Biz təxmin edirik ki, bizim elə oğullarımız olub, oğullar bizlə yaşayırlar, onlar ölməyirlər. Və bugünkü bu tədbirlərdə də rayon səviyyəsində keçirilən tədbirdə bizim özümüz bugün qəsbəmizdə tədbir keçirdik. Dünənləri hörmətli icra başçımızın təşəbbüsü ilə bütün şəhid ailələrlə görüş keçirildi, il-bir evlərinə gedildi. Biz də, şəxsən mən də Cənab başçımızın tapşırığı ilə icra nümayəndələrlə, şəhid ailələrlə görüşdük. Yəni, bizim borcumuzdur. Biz bundan sonra bu tarixi gələcəyə aparmalıyıq. Bu tarixi gənc nəslə elə aşılamalıyıq ki, onlar da bizim şəhidlərimizin qəhrəmanlığını gələcəkdə öz səlnamələrində, öz əsərlərində, öz şeirlərində yaza bilsinlər. Təbii ki, bizim içimizdən yüksək səviyyəli adamlar çıxacaq, şairlərimiz, yazıçılarımız, daha alimlərimiz çıxacaq və Qarabağ müharibəsinin 1-ci və 2-ci hissəsini tarixləşdirəcəklər, daha dərin öyrənəcəklər, elə şeylər var ki, bizim bilmədiyimizi açıq boşları çıxaracaqlar, filmlər çəkiləcək, mədəniyyət işçiləri onu daha da genişləndirəcəklər, insanlarımızın ruhunu oturdacaqlar və bu vətənpərvərlik bizdə
daha da yüksəldəcəklər. Mən şəxsən aktivist insanla fikirləşdim ki, 5 gündən əvvəl olan hadisədən sonra heç vaxt bir daha ermənilər bizə qarşı hər hansı bir Ermənistan dövlət olaraq bizə qarşı hər hansı bir güclü tədbir göstərə bilməz. Çünki onlar Azərbaycanın qüdrətini gördülər, onlar Azərbaycan igidlərinin, Azərbaycan oğullarını gördülər ki, onlar ölümə açıq gözlə getdilər. Qorxmadan, çəkinmədən birbaşa ölüm üstünə getdilər. Şəhidliyi özlərinə özü bilə-bilə ki, şəhid olacaq, ancaq geri çəkinmədilər, getdilər və torpaqlarımız azad oldu. Bu böyük əslində böyük uğurdur, çox böyük uğurdur millətimiz üçün, xalqımız. Bugün anın günündə toplaşmışıq, şəhidlərimizin, hep söylədim, anaları buradadır, yaxınları buradadır. Allah həm 1-ci Qarabağ müharibəsində şəhid olanları, həm 2-ci 44 günlük müharibədə şəhid olanlarımız, həm bilirsiniz, 4 gün bundan əvvəl qəsəbəmizə bir şəhid gəldi. Onların da bir çoxu, onun dostları şəhid olub, yaxınlarına. Bunlar hər birini ruhşadırız. Allah onlara rəhmət eləsin. Biz onların qarşısında diz çökürük, baş əyirik, onlar bizim fəsillərimizdir. Neçə ki biz varıq, Azərbaycan var, neçə ki bu millət var, onların xatirəsi bizlərin üçün əziz olacaq, bizlə yaşayacaq, bizim növbəti nəsillərin ürəyində olacaq. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirik Tanrıbəyli müəllim və mən növbəti çıxış üçün sözü düşünürəm ki, bizim hörmətli hacımız Hacı Qaroğlan müəllimə verək. Çünki o ümumiyyətlə şəhidliyin, o gün alım gündür, şəhidliyin dini baxımından qaydaları, şəhidliyin zirvəli, hansı zirvəliyə çatacaq, çatmağı ilə bağlı öz geniş fikirlərini bildirsin və buyurun Hacı dinləyik sizi. Rəhimli, mərhəmətli Allahın adıyla hər birinizi salamlayıram. Allah sizdən razı olsun. Və mən istərdim ki, 200 ildən bəri və ondan öncə nə qədər ki, Azərbaycan torpağı uğrunda, millətimizin uğrunda, qeyrətimizin uğrunda döyüşüb, şəhid olmuş qardaş, bacılarımız, körpələrimiz var. Hamısının ruhu üçün bir Fatihə ihsan eləyək. Amin. Allahümme əxfiril müminə vəl-müminat vəl-müsliminə vəl-müslimat əl-əhyai minhum vəl-əmvat vəl-hazirinə vəl-qaibin necməylə birəhmətkə ya əmər-rahimin. Əl-Fatihə. Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Malik yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâllin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed və ala Allah hamısına rəhmət eləsin və ailələrinə səbir versin. Dəyərli məclis yığıncaq iştirakçıları, Allah Taala Qur'an-ı Kərimdə həmişə biz xatırladırıq bunu. Bəqərə surəsinin 154-cü ayəsində buyurur ki, onlara ölü və yaxud da ki, öldü deməyin, onlar diridir. Və Allah yanında ruziləndirirlər. Və buradan artıq şəhidliyin uca zirvəsi, məqamı başqa bir xüsusiyyətə malik olduğu görünür. Çünki bütün dünyasını dəyişənlər ölü hesab olunur. Amma Allah Taala uca kitabımızda, Qur'an-ı Kərimdə buyurur ki, onlara ölü demək. Bu onların birinci mərtəbəsi, ən üstün cəhətidir. Bütün ölənlər dünyasını dəyişəcək. Bütün canlılar ruhun təslim edəcək və ölü hesab olunacaq. Amma Allah Taala buyurur ki, onlara ölü demək. Və buradan da bilindiyi kimi onlar başqa bir məqamda, başqa bir yerdə bizim dərk edə bilməyəcəyimiz bir vəziyyətdə, bir səviyyədədir. İslam dinində ümumiyyətlə 114 surə var Qur'an-ı Kərimdə. Heç birində hücum edin,
öldürün, qəsb edin, vurun, dağıdın əmri yox. Amma Allah-u Teala müsəlmanların, İslam'a mənsub olanların, vətənin, torpağın sevənlərin sevgisin, qayəsin nəzərə alaraq və haqqın batil üzərində qələbəsini təmin etmək üçün yenə də Bəqərə surəsində belə bir ayə göndərir. Sizi vurub çıxartdıqları yerdən siz də onları çıxartın. Demədi, gedin onların torpağını qəsb edin, onların anaların, bacıların əsir yesir götürün, olmazın zülm edin. Yox, dedi, sizi vurub çıxartdıqları yerdən siz də onları çıxardın. Çıxardın və bundan sonra ikinci bir ayədə gəldi. İkinci bir ayədə gəldi ki, qisas almaq sizə vacib edildi və yaxud da ki, icazə verildi. Və bu qisas almağında bir həddi hüdudu var. Yəni, yenə də Allah Teala bu qisasçılıqda da həddi aşmamağa tapşırdı, göstərişin verdi və icazə vermədi. Həddi aşanların da cəzalandıracaqlarını bildirdi Allah Teala. Digər bir ayəti kərimində isə əlbət ki, bu öz başına ola bilməz. Bu qisas almaq, vurub vətəndən sizi çıxartdıqları yerdən çıxartmaq öz başına ola bilməz. Və digər bir ayətlə də kimlərə tabi olacağımızı Allah Teala bildirdi. Allah və Rəsuluna itayət edin dedi, Allah və onun Peyğəmbərinə itayət edin dedi və aranızdan olan əmir sahiblərinə, söz sahiblərinə, əmir vermək qüdrətinə, qabiliyyətinə, güvənilməsinə lazım olan adamlara itayət edin dedi. Və əlbət ki, bu günlərin biz Ali Baş Komandanın əmrini gözlədik. Onun əmri ilə, yəni kör-körana yox, necə, nə vaxtı, nə cürə hərəkət edəcəyimizi o bizə göstərdi. Və bunun sayəsində bizim bu gənc balalarımız qələbiyə nail oldu. 200 illik və ondan da yuxarı, burada 300 il də söylədilər, həqiqətən tarixə baxdıqda bu belə. Bizim bu gənc balalarımız, bu fidan balalarımız istəyir birinci vətən müharibəsində olsun, istəyir ikinci Qarabağ 44 günlük müharibədə olsun, istəyir bu son vaxtda 24 saat sutkadan da az bir müddətə o gənc balalarımızın ürəyi, qəlbi böyükdür. İslamın günəşi orada parlayır. Vətən sevgisi, torpaq sevgisi, qeyrət sevgisi olduğu üçün onlar ölümün üstünə göz açıq getdilər. Ölümü duymadan getdilər, hiss etmədən getdilər. Və bir şey də xatırladım ki, İslamda məğlubiyyət yoxdur. Qələbə çalacaq şəhiddir, daha doğrusu qazidir, öləcək şəhiddir. İslamda uduzmaq yoxdur. Torpaq uğrunda, vətən uğrunda, ana uğrunda, bacı uğrunda, qeyrət uğrunda vuruşanlar üçün əbədiyyət var. Yəni, öləcəksə şəhid olacaq, ən uca zirvəni də Allah qismət eləyib onlara, yuxarıdır, onlara ölü deməyin. Allah Teala dedi, ölü sanmayın onları. Və qalacaqsa da qazi olacaq, düşməndən qisasımızı alacaq. Hər iki halda məğlubiyyət yoxdur, uduzmaq yoxdur. Qələbə vardır İslam dinində, dinimizdə. Və əlbət ki, bu balalarımız, bu fidan balalarımız 1813-cü ilin qisasını, 1828-ci ilin qisasını, 1905-ci ilin qisasını, 1918-ci ilin qisasını və ondan sonraki bizim deportasiyalarımızı, burada tarixçilərimiz odur. Mənim çox o dərinliklərə getmək imkanım yoxdur. Onlar daha gözəl bilir. 50-ci ildə deportasiya olunanlarımızın Birinci Qarabağ müharibəsində Ermənistandan ayaq-yalın başı açıq çıxarılanlarımızın hamısının qisasını aldılar. Biz artıq başımızı dik tuturuq, sevinirik və bu günlərin, bu anın günü qələbəmizin başlanğıc günüdür. Biz sevinməliyik
Fəxr eləməliyik ki, bizim belə bir balalarımız var, belə bir övladlarımız var. Və onların atalarına, analarının əlindən öpürəm, şəxsən mən ki, belə bir övlad böyütdülər. Və bu günlərin onların acısını çəkirlər olar, amma onlar başlarını dik tutmalıdırlar. Onun hamımız dünyasını dəyişəcək. İndiyətən bu 200 ildə hamı dünyasını dəyişir. Amma onlar Allah Taala'nın ən uca zirvəsinə, ən buyurduğu bir zirvəyə, sevdiği bir zirvəyə yetişdilər. Və yuxarıda söylədiyim ayə gələndən sonra görün, keçmiş və gələcək günahları bağışlanan Allah Resulü Muhammed Mustafa sallallahu aleyhi və səlləm görün nə deyir? Deyir ki, Allahım, mən kaş şəhid olaydım, öləydim, bir də mənə möhlət verəydim, diriləydim, qalxıb bir də şəhid olaydım, yenə də sən mənə can, rüsxət verəydin, bir də diriləydim, yenə də Allah yolunda şəhid olardım. Şəhidliğin üstünlüğü bax budur. Allah Resulü də həmin ayətin üstünlüğünü göstərmək üçün keçmiş, gələcək günahları bağışlanmış, Quran ifadəsi ilə desək, aləmlərə rəhmət olaraq göndərilən, nəinki insanlığa, nəinki müsəlmanlara, hətta cinlərə və insanlara rəhmət olaraq göndərilən bir Peyğəmbər şəhid olmaq istədi. Şəhidlik zirvəsinə yüksəlmək istədi. Və bunun dərəcəsini göstərmək üçün dedi ki, Allah'ın bildiyimiz kimi dünyasını dəyişən adam ikinci dəfə dünyaya qayıtması mümkün deyil. Dedi, kaş dünyaya qayıdardım və qayıdandan sonra bir də şəhid olardım. Yenə məni qaytarsaydım, bir də şəhid olardım və şəhidliğin üstünlüğünü göstərmək üçün Allah Resulü sallallahu aleyhi və səlləm şəhid olmaq məqamına yüksəlmək üçün bu sözlərdən istifadə edir. Ümmətə aşıladı ki, şəhidlik nə deməkdir? Və yaxud da ki, İslam komandiri olub, Xalid bin Valid, onun komandanlıq elədiyi döyüşlərin heç bir məğlubiyyətinə başa çatmır. Həmişə qalib gəlir. Amma son anda hətta dünyasını dəyişərkən 100-dən yuxarı ox, mizraq, qılınc yarası olub bunun bədənində. Dünyasını dəyişərkən ağlayıb. Deyiblər ki, ya Xalid, niyə ağlayırsan? Sən ki, bütün qələbələr sənin əlindən, bütün keçirtdiyin qəzavətlərdə, yəni müharibələrdə sən qələbə çalmışsın. Dedi, Allah Teala mənə şəhidliyi qismət eləmək. Təsəvvürünüzə gətirirsiniz. Yəni, belə öndərlərimiz olub. Yəni, belə bir müsəlmanların biz daşıyıcısıyıq. Və Allah Rəsulü Kəbəyə girərkən dedi ki, evində olanlara dəymir. Silahı yerə qoyanlara dəymir. Evindən çıxanlara dəymir. Hətta ən qəddar düşmənin belə, əmisi Həmzəni şəhid edən, onun qəlbin yaran, qulağın, burnun kəsib sinəsinə taxan, ciyərlərin çıxarıb çeynəyən bir şəxsə dedi ki, dəymir, amma gözümdən uzaqlaşdı. İndi biz əlbət ki, biz erməni deyilik, biz müsəlmanıq, biz Azərbaycanlıyıq, bizim qanımızda Türk qanı axır. Bugün burada şeir deyən balalarımızı diqqət yetirirsiniz. Bugün şəhid analarımızı, şəhid ataların görürsünüzmü? Hansı səbiri göstərir? Allah sizdən razı olsun, mən istəmirəm çox uzatmaq. Allah şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə səbir versin. Allah sizlərdən razı olsun. Bugün bu anın günündə iştirak elədik. Bu bizim üçün matəm, hüzün günü deyil. Bu qələbəmizin başlandığı bir gündür. Dəyərli qardaşlar, dəyərli müəllimlərimiz, dəyərli ağıl imkan sahibləri. Bugün qələbəmizin başlanğıc günüdür və sevinirik bunu. Allah şəhidlərimizə rəhmət eləsin, Allah səbir versin onlara, Allah bizə səbir versin, Allah ali baş komandanımızı qorusun. Mən bunu səmimiyyətlə deyirəm. İki çiynimdə mələklər yazır, bəzi dilindədir. Kəbədə namaz qılıb. Torpaqlarımızın azadlığı üçün Allaha dua eləyib, duasını da Allah müstəcəb elədi. Bugün Qarabağda 12-dən yuxarı məscid inşa olunur və təmir olunur. Bu günlərin məscidlərə ayaq yalın girir. Amma bəzi adamlar ayaqqabı ilə girirdi məscidə. Dövlət səviyyəsində olan adamlar. Onlar da hamısı cəzalandırıldı və yaxud da ki, Allah cəzalandırır. Amma o ayağın soyunub girir və məscidə girir, dua edir, orada Quran qoyur. Ona görə də Ali Baş Komandanımızı Allah qorusun. Bu qələbənin bünövrəsini qoyan,
qələbə Allahdandır, zəfər Allahındır. Allahın izini, icazəsi olmadan nə qələbə ola bilər, nə zəfər ola bilər. Amma bunu icra eləyənlər, bunu yerinə yetirənlər, buna səbəb olan əlbəttə Ali Baş Komandan. Ona təşəkkürümüzü bildiririk. Allah bunun qələbələrini daha bol edəsin. Hələ bizim irəlidə çox işlərimiz var. Dövlətimizin, ordumuzun hələ çox işləri var. Hələ qələbə bitmir, qələbə tam yerinə yetirilmir. Düzdür, Qarabağ azad olunur. Amma hələ irəlidə bizim çox işlərimiz var. Dörd tərəfimizdə düşməndir. Bu düşmənin içində baş çıxartmaq Azərbaycan üçün elə bir işlər deyil. Allah sizdən razı olsun. Hər birinizə sülh, əmin-amanlıq, saadət, xoşbəxtlik, xeyirli, şərəfli, bərəkətli ömür arzu edirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Təşəkkür ederim. Çox sağ olun. Geniş, ətraflı çıxışınıza görə. Hacı hər zaman olduğu kimi yenə də öz möhtəşəm çıxışı ilə bu günümüzə bir rəng qatdı. Var olun və Hacı hər zaman elə şəhid ailələrində yanında olmağı bacaran ağsaqqallarımızdandır, hacılarımızdandır. Sözünün qüvvəti olaraq mən də bir məqamı qeyd edeyim ki, elə bu 300 il, 200 il fərq eləmir də. Yəni ondan bəri bizim Ali Baş Komandanımızın bu qazandığı uğurda Hacı, Allahın payı var ki, məhz bu Ali Baş Komandanın qismətinə yazdı. Görünür, Allahın sevdiyi bəndədir ki, məhz bu Ali Baş Komandanın rəhbərliyi dönəmində biz böyük uğurlara imza atdıq. Bu çox vacib məsələdir həm də. Və torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlı, qanlı verən şəhidlərimizin o ruhda, o tərbiyədə böyüməsində müəllimlərimizin çox böyük əməyi, zəhməti oldu. Olsun ki, birbaşa canını bu torpağa fəda edən şəhidlərimizə, qazilərimizə birbaşa müəllim, Allah verdi müəllim, tutaq ki, dərs deməyib, amma o şəhidlərin valideynlərinə dərs deyil. Onlara o tərbiyəni aşılayıb, o valideynlər də öz evladlarına aşıladı bu tərbiyəni və təbii ki, müəllimlərimizin böyük əməyi var. Mən elə ağsaqqal ziyalımız, Allah verdi müəllimə söz vermək istəyirəm. Buyurun. Çok böyle məlumat verdi ki, ətraflı məlumat verdi. Danışımız biraz o türde yani alınmasa, Hacı çok sağ olun. Verdiğiniz məlumatlara görə Qurandan və həyatdan. Bəli, deyildiyi kimi bu müharibə uzun müddətli, yəni bu torpaqların verilməsi ən nəhayət son axırıncı 44 gün ərzində demək olar ki, tamamlandı. Demək olar ki. Hətta belə Putin'ə soruşurlar ki, bu Qarabağ məsələsi nə yerdədir? Putin deyir ki, İlham Əliyev deyib ki, Qarabağ statusu söhbətində söhbət ola bilməz. Yəni bu status, yəni Qarabağ məsələsi qutarıb. Bəli, qutarıb biz deyirik, amma çox işləmizdir. Biz bu 44 gün ərzində nələr görməliyik? Nələr görməliyik? Məsələn, mənə çox təsir edən bu Xudayar oxumağıdır, hamımızı yəni məlumdur, bilirsiniz. Elə şəhidlərimiz getdi ki, onlar tabuta sığışmırdı. Şəhid analarının qarşısında baş əyirik. Mən özüm şəxsən baş əyirəm. Yəni, onlar şəhid anaları tabuta girib, tabutun qabağında gedir. Tabutun qabağında oynaya gedir. Nədəndir bu? İçi yanır. Bu günləri elə bir valideynlərimiz öz evladlarını tərbiyə etdilər ki, onun nəticəsində biz qələbə qazanırıq. Bəli, bizim qələbəmiz Baş Komandanın rəhbərliyi altında oldu. Amma bu günləri bizim əsas mücahid göstərənlərimiz bizim əsgərlərimiz idi, bağlarımız idi, cavan bağlar idi. Bir məktəbdə dedim ki, bu gün orada elə şəhidlər var ki, özünü bilə-bilə qumbaranın üstünə atırdı, orada göstərirdi, yalğan məlumatı var. Qumbaranın üstünə atırdı ki, bu qumbara partlayıb mən ölüm, mənim yanımdakiler ölməsinlər. Yəni, bu günləri bu daşqı məlumatlar çox gözəldir. Mən öz həyat təcrübəmdən bunu deyirəm. Bu vətənpərvərlik gendən gələn şeylərdir. Vətənpərvərlik gendə olan şeylərdir. Gendə tərbiyə olunanda orada vətənpərvərlik yaranır. İgidlər deyir ki, olayla igid doğulur. İgidlər həyatda qazanılmır. Bu anadan gəlmə igid doğulur ki, gedib igidlik alır. Bu günləri
bura toplaşmamızda məqsədimiz anım günü qeyd etməkdir. Və hadi çox gözəldir ki, bizim qələbəmizin ilk günüdür. Qələbəmiz buradan başladı. Hətta bundan qabaq Professionalın ölümündən başlamışdı. Yəni, hamımız bunun canlı şahidiyik. Ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram. Allah Teala bizə xeyirli, bərəkətli günlər nəsib etsin. Bizim prezidentimiz Ali Başkomandan təkcə biz ermənlə vuruşmuruq. Yəni ki, hamımıza məlumdur ki, Ali Başkomandan bütün dünya ilə vuruşur. Dünya jurnalistləri gəlir, müsahibə götürürlər. Dünyada hələ bir söz deyir, Almaniya bir tərəfdən, Fransa bir tərəfdən. Bütün bunların qabağına duran yer bizim prezidentimizdir. Allah prezidentin canı sağ olasın. İnşallah, mən böyük ümidlə yaxın gələcəkdə dedilər ki, Xocalıda bayrağımız dalğalanır. Hələ mən rəsmi olaraq qeyd etmək bilinmir. Amma mən rəsmi olaraq eşitmək istəyirəm ki, Xankəndidə bayrağımız dalğalansın. İnşallah da bu da olacaq. Orada çox gözəl söz etdir. Bir ara müəllim çox gözəl açılar ki, prezident bir qalırsansa, mənə qədə qalma rəyət edəcəksin. Qalmırsansa, Allah şəhvan etsin. Nə qədər boşalsa, bizim üçün xeyridir. Allah Teala ölənlərə rəhmət, şəhid Allah, qarşınızda baş əqirik. Allah Teala sizə səbir versin, qalanlara da can sağlayın. Xeyri günlər arzulayın. Sağ olun. Teşekkürler. Çok sağ olun Allah verdi müəllim. Və mən çıxışçılardan, bundan sonraki çıxışçılardan bir xahişim var ki, çıxışçılar burada gəlib çıxış eləsinlər. Deməli, indi növbə bizim qəsəbəmizdə fəaliyyət göstərən 321 sayılı orta məktəbin müəllimi Lalə xanıma sözü verirəm və Lalə xanımdan bir yerdə məktəbin şagirdləri Vüqar Həsənzadə və İsmail Süleymanlı da buyursunlar bura. Müəllimin çıxışının davamı olaraq onlar da şeir deyəcəklər. Buyurun. Mən də hər kəsi salamlayıram. Bugün çıxış etmək həqiqətən həm çox qürur vericidir, həm çox həyəcanlıdır. Bizim sentyabr ayı həqiqətən də bizim üçün həm bir hüzn ayıdır, şəhidlərimizi anırıq həmin ay, həm də bir qürur ayıdır. Çünki hər şey sentyabrda başlamışdır bizim üçün. Burada yığışanların əksəriyyəti o nəslin nümayəndəsidir ki, biz həm 1-ci Qarabağ Savaşının canlı şahidləri olmuşuq, həm də 2-ci Qarabağ Savaşının. 1-ci Qarabağ müharibəsində baş verən zaman mən uşaq idim. Amma o məğlubiyyətlər mənim beynimdə həkk olunub və çox böyük bir travmalar yaşadım. Mənə uşaq olmağıma baxmayaraq. Mənim yadımdadır ki, bir işğal xəbəri çıxdıqca, televiziyadan elan edildikcə Xocalı və digər bir-birinin ardınca o rayonlar işğal olduqca mənim yadımdadır ki, necə bir ölkədə bir matəm ab-havasıydı. Mənim yadımdadır ki, mənim anam televizorun qarşısında oturub necə ağlayırdı o hər dəfə o rayonların işğal xəbəri çıxanda. 2020-ci ildə o qələbələr miskal-miskal, zərrə-zərrə bizim qəlbimizdən o tikan çıxardan kimi o travmaları söküb çıxartdı. Hər dəfə ki, Ali Başkomandan elan edirdi o rayonların azad olunmağını, mən bir də uşaqlığıma qayıdırdım. Həmin o travmaları bir də yaşayırdım və bu dəfə ağlayırdım. O vaxt ağlayanda, anam ağlayanda onun gözünün yaşını mən silirdim. Bu dəfə mən ağlayırdım. Mənim gözüm yaşını, üzr istəyirəm, oğlum silirdi. Amma mənim göz yaşlarım sevincdən idi. Həm sevinç, həm kədər, hər şey bir-birinə qarışmışdı. Yəni, o günləri biz heç vaxt unutmayacağıq. Doğrudan da bizim şəhidlərimiz çox böyük bir şücaət göstərdilər. Dillərdə dastan oldu onların qəhrəmanlığı, nəinki ölkədə, ölkənin hüdudlarından çox kənarlarda da. Və burada şəhidlərimizin şücaəti, qəhrəmanlığı və Ali Başkomandanın yürütdüyü uğurlu siyasət, bunların ikisi və xalqın həmrəyliyi, prezidentimizin dediyi kimi dəmir yumruq halında birləşərək doğrudan da biz düşmənə çox layiqli cavab verdik və müzəffər ordumuzun, müzəffər Ali Başkomandamızın köməkliyi ilə biz bu zəfəri, qələbəni əldə etdik. Bugün deyildiyi kimi, bayaq məndən qabaq çıxışçıların da çox gözəl qeyd etdiyi kimi, hələ də görüləsi işlər var və dünən Ali Başkomandan elan etdi öz çıxışında ki, Azərbaycanın suverenliyini biz bərpa etdik artıq.
Yəni son əməliyyatlar zamanı o yarımçıq qalan işlər də tamamlandı. Biz internetdə hər kəs görür o şəhidlərin lentə aldığı öz döyüşlərini, yaralandığını lentə alan əskərlər, yəni döyüşə necə atılmaqları, bunlar hamısı bizim üçün örnəkdir. Yəni bizim üçün, gələcək nəsillər üçün örnəkdir. Bizim 321 nömrəli məktəbin də 2020-ci ildə çox sayda şagirdimiz, məzunlarımız Qarabağ döyüşündə iştirak etdilər. Onlardan bir şəhidimiz oldu, Ələddin Xəlilov və biz hər zaman onu da məktəbdə xatırlayırıq, o şəhidimizi, yəni çox gözəl bir bizim şagirdimiz olub, məzunumuz olub, Allah bütün şəhidlərə rəhmət eləsin və biz yenilikcə bu son hadisələrdə 321 nömrəli məktəb yenə bir şəhid verdi, qəsəbəmizin Həsənli Ərzulla şəhid oldu, artıq bizim 321 nömrəli məktəbin ikinci şəhidi oldu. Yəni, əlbəttə, bunlar çox ağırlıdır, amma deyildiyi kimi hər kəs öləcək, hər kəs öləcək, amma şəhid olmaq hər kəsə nəsib olmur və şəhid olanlar seçilmişlərdir. Həqiqətən hamısı nur üzlü cavanlar, seçilmiş insanlardır. Onların ruhu qarşısında başlayırıq. Hər zaman onları biz gözəl xatırlayacağıq. Birinci Qarabağ savaşının şəhidlərində, ikinci Qarabağ savaşının, yəni hamısını birlikdə Allahdan onlara rəhmət edirik və arzu edirik ki, bundan sonra ölkəmizə yalnız gözəl günlər yazılsın, zəfər dolu günlər yazılsın. Azərbaycanımızın həmişə xoş günlərinə sevinək, yığışaq və Tanrı Azərbaycanı qorusun. Təşəkkür edirəm. Təşəkkürlər. Buyursun şahidlərimiz. Azərbaycan, qayalarda bitən bir çiçək. Azərbaycan, çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək. Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan, mayəsi nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyilən dayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Oğulları kür gəzdirər biləklərində, oğulları göz ateşi gözəl əridir. Azərbaycan səhərinin bebəkləri də qütb ulduzudan ulduzu gözəlləridir. Tariximə qara xətli hicri miladı qılıncların qanalsıyla yazılmadı mı? Babaların boz çöllərə bənzər muradı. Qızıl bayraq dalğasından yaz almadı mı? İllər olub kürələrdə dəmir olmuşuq. Sərhədlərdə dayanmışıq küləkdən ayıb. Od gölündə, buz çölündə gəmi olmuşuq. Biz Bakının ilk səadət çarçılarıyıq. Minillərlə zülmətlərə yollar açırdı. Dalğalandı sabirlərin ümman dünyası. Azərbaycan qatarı da yollara çıxdı. Dağlandı qoca şərqin duman dünyası. Azərbaycan, mayəsi nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyilən dayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Azərbaycan deyilən dayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Şənni vəsf etməyə yetər, qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində ya qazi, ya şəhid bir mən bitər. Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Yağının miniyləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq, min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı. Sən Arazın, Samrun umuduna bələndin. Çənə ağlar Göyçənin buluduna bələndin. Dərbəndin dərd içdiran sükutuna bələndin. O tayımda Savalan, bu tayımda Şah dağı, Azərbaycan bayrağı. Cəngdə cövlan yerim, cövlanda can yerimsən. Barışda gülçən əngim, savaşda qan yerimsən.
Sən mənim and yerimsən, mənim iman yerimsən. Dalğalı ləngərlərin, yelpişlənən yarpağı, Azərbaycan bayrağı. Sənsən azadlıq eşqim, sənsən hür deyəcəyəm. Ən son nəfəsində də sənə şiir deyəcəyəm. Şuşada qonduğun daşa pir deyəcəyəm. Çəyəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Şəhidlərimizi qarşısında hörmətlə baş əyirik. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirik və çıxış üçün sözü mən 223 saylı orta məktəbin hərbi rəhbəri, kapitan Təyyar müəllimə verirəm və eyni zamanda məktəbin 9-cu sinif şagirdi Vəliyeva Zeynəb də buyursun. Əziz və hörmətli şəhid anaları, məclis iştirakçıları, ağsaqqallar, ziyalılar, hər birinizi ilk öncə çıxışma başlamasına və salamlayıram. Məndən öncə Natiblər çıxışında bugünkü tədbirimizə aid olan böyük əksəriyyət faktları təsdiqlədilər, yəni ki, ifadə etdilər, təşkillamamaq üçün mən də öz çıxışımı bəyan edəcəm və hər birimizə, bütün vətən oğullarına uğurlar arzulayıram. Şəhid analara, şəhid valideynlərə, əzizlərinə də ulu tanrıdan səbir dilərəm. Telefonu kodunu alında zəhmət olmasa kimdədir? Bir ömrə sığmayan 44 gün. 44 gün Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, Dəmir Yumruq əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan və 44 günlük şanlı zəfər tarixindən artıq 3 il ötür. Çox tez keçdi 3 il, lakin 44 gün bitmək bilmirdi. Sanki illər, qərinələr, əsrlər çarpışırdı. 44 günün içində dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə haydırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var. Əzimkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş. Sözlərdə deyil, əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızda ayrı qaldığımız 30 ilin 30 əkimi nifrəti, niskili, ağrısı, acısı vulkan olub 44 gündə püskürdü və vulkandan çıxan o dalıq düşmənlərimizi yandırdı. Azərbaycanımız öz qüdrəti ilə əzəl torpaqlarını işğaldan azad etdiyini şahidi oldular. Ordumuz illərdən bəri kağız üzərində qalan BMT qətnamələrinin öz gücünə icra etdi. Beləliklə 44 günlük şanlı vətən müharibəsi nəticəsində əldə edilən qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlıqları hesabına qazanılmışdır. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin 2020-ci 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sində ölkəmizdə anım günü kimi qeyd edilməyə başlamışdır. Artıq 3 ildir ki, torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimiz torpağa qovuşur. Azərbaycanımızın şanlı qələbəsini öz canları və qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza ulu tanrıdan sağlıq diləyirik və hər birinin qarşısında baş əyirik. Eləcə də şəhid valideynlərin qarşısında baş əyirik. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bütün Azərbaycan xalqı şəhidlərimizlə, qazilərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur. Dəmir Yumruq əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Təşəkkür edirəm. Ey vətən oğlu, düşün, bil ki sənindir bu vətən. Sabahın həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin,
öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məzunu, el aşıqı, sülh əskəriyik. Biz vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Dedi öndər, yönü bayraqdakı üç rəngdən alım. Sən bu gül bayrağım altında məramınca yaşa. Qoyma, düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur ancaq içimizdən vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri. Bizi biz etdi Dədəm Qorqud Oğuznamələri. Ey Azərbaycanımız, Türkün Oğuzlar vətəni. Ər oğullar, ər igidlər, kişi qızlar vətəni. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapınar haqqa və insanlığa haqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz, bizim öz niyyətimizdən doğub hürriyyətimiz. Gecələr yatmadan əvvəl sor özündən ki, bugün mən nə etdim, məni yurttaş edən öz yurdum üçün. Çok sağ olun. Mən əgər mümkün olsa hazır getməlidir, hazır bir hamıdan və çıxış üçün sözü şair Qorxmaz müəllimə verirəm. Buyurun Qorxmaz müəllim, sizi dinləyək. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Və bir məsələ də deyim, bizim hörmətli şəhid valideynləri, şəhid ataları, şəhid anaları. Burada təbii ki, sizin hər birinizi dinləmək bizim borcumuzdur. Əgər kimin sözü olacaqsa, İsmail, əziz qardaşım, sənin özün də əgər istəsəniz, təbii ki, istənilən vaxt deyil, sizlərə də söz verək. Buyurun Qorxmaz müəllim. Hamınızı salamlayıram. Hörmətli şəhid valideynləri, şəhid evlatları, hörmətli qonaqlarım əslində, ziyalılar. Bugün möhtəşəm günləri yaşayırıq. Bugün sentyabr ayının 19-undan sonra suverenliğimizin tam bərpası və azadlığımızın birinci mərhələsi 27 sentyabr 2-ci Vətən müharibəsinin anım günü kimi həm bir gözümüz ağlayır, bir gözümüz gülür. Ağlayır ona görə ki, qanı ilə, canı ilə torpaqlarımıza qovuşan və həmin torpağı bizə qaytaran şəhidlərimiz oldu. Sevinirik ona görə ki, 2 əsrdən artıq çəkdiyimiz əzablar, istirablar, zülümlər nəhayət bizi öz torpaqlarımıza, öz ata-baba yurtlarımıza qaytardı. Biz bunu həmişə anmalıyıq. Bizim şəhidlərimiz bizim and yerimizdir, bizim müqəddəs yerimizdir, pirimizdir, ocağımızdır. Mən bir daha şəhidlərin ruhu qarşısında, valideynlərinin ruhu qarşısında baş əyirəm. Və 27 sentyabrda Cənab Ali Başkomandan deməli, əks hücum əməliyyatının qərarı verdikdən sonra və orada müsahibələrin birində dedi ki, Şuşasız bu əməliyyat sona çatmayacaq. Və 8 noyabrda Şuşa alınandan sonra mən Şuşa alındı şeirimi yazdım və istəyirəm onu burada bizim dinləyicilərə oxuyum. Şuşa alındı. 2020 sentyabr ayı. Tarixdə olmaz bu yürüşün tayı. Saxladı günəşi tərpətdi ayı. Bayrağımız gəldi Cuşa alındı. Zabitlər, əskərlər sipər oldular. Bir yumruğa dönüb təpər oldular. Düşməni vətəndən əzib qovdular. Füzuli Zəngilan qoşa alındı. Atmadı bir addım geriyə belə. Qovuşduq doğma yurt, obuya, elə. Cəbrayıl qubadlı boyanıb gülə. Çayları sevincdən daşa alındı. Ağ bayraqla verdi Ağdamı bizə. Kəlbəcər, Laçını yenidən bəzə. Baş əyək şəhidə, qazimizə. Əskəri qaldıraq, başa alındı. Xocalı, zəfərlə bu döyüş başa vuruldu.
vətəndə bir özgə pusat quruldu. Elə bil kainat mənə verildi. Komandan deyəndə Şuşa alındı. Xocalı, Xankəndi hələ dardadır. Ağdərə, Xocavənd yarı yoldadır. Əskərən gözləyir, ordum hardadır. Azad et, azad ol, yaşa, alındı. Elə bil kainat mənə verildi. Komandan deyəndə Şuşa alındı. Və mən çıxış üçün sözü 195 saylı orta məktəbin müəllimi, müəllimin adı hörmətli müəllimimiz buyurun və deməli burada bizim şagirdlərimiz var. Bu ənənəni qoy davam elətdirək. 195 saylı orta məktəbin şagirdləri və bizim Bədii Qiraət Dərnəyinin şagirdləri Leyla balamız, Sənəm balamız, Nuray balamız buyursunlar. Müəllimin çıxışının davamı olaraq onları dinləyəcəyik. Buyurun müəllim. Çox sevinirəm. İlk öncə tədbir iştirakçılarını hər birini salamlayıram. Bundan sonra isə Qobustan Mədəniyyət Mərkəzinin bu tədbiri təşkil edən üzvlərinə, heyətin öz təşəkkürümü bildirirəm. Çox vacib bir məsələdir. Bu, Bosniyada bilirsiniz, mən tarix müəllimi olduğum üçün məndən öncəki çıxışlardan səpki biraz tarixi hadisələrlə bağlı olacaq. Həm Qarabağ problemi, həm dünya səviyyəsində. Bosniyanın prezidenti Aliya İzimbekoviç orada Srebrenica kəndində bilir ki, Serbiya millətçiləri Bosniya xalqına, müsəlman Bosniya xalqına qarşı soyqırım törədib. 2000-ci illərdə bu dünya səviyyəsində tanınanda son sözü belə oldu Aliya İzimbekoviçin. Soyqırımı unutmayın, çünki unutulan soyqırım təkrarlanır. Çox təəssüf olsun ki, biz tarix boyunca unutulan olmuşuq. Bəzən başımıza gələn bəlaları, səbəbini araşdırmadan onları örtbasdır etmişik. Bəzən tarixi reallıq şərait bunu bizdən tələb edib. Uzun müddət bilirsiniz, bayaqdan 300 il deyirsiniz, amma 200 il, 300 il. Amma o nəzərdə saxlayın ki, 18-ci əsr Şərqin son fatihi Nadir xan Əfşarın adı ilə bağlıdır. Onun Napoleonla müqayisə edilir. 18-ci əsrdə o, Azərbaycan itirilmiş torpaqlarını bərpa edib, Səfəvilər İmperiyasının əvvəlki qüdrətini bərpa edib. Sonradan məlum hadisələr 1828-ci il Türkmənisasiya müqaviləsi ilə Azərbaycan Rusiyanın əsarətinə düşdü. Bu tarixdə biz işğal həmişə pis şeydir, biz işğal yaxşı bir şeylər gətirmir. Amma bu işğalın Məhəmməd Əmin Rəsulzadə qurucu babamızın sözü ilə desək, işğalın bir yaxşı cəhəti oldu ki, Azərbaycan xalqı bir top, yekun kimi bir millət olaraq milli ideyası formalaşdı, milli şuuru, mənlik şuuru özünə qayıtdı. Çarizmə qarşı mübarizə apararaq əsrin sonunda maarifçilik hərəkatı Həsən bəy Zərdabi ilə başlayan bu milli demokratik hərəkat 1904-5-ci ildə ermənilərin Azərbaycana qarşı törətdiyi dəyişikliklər, soyqırım, çarizmin milli etnik ayrımçı siyasəti, müsəlman türklərinə qarşı milli zülmü, müstəmləkə zülmü, Azərbaycanlıların 18-ci ildə mart soyqırımına məruz qalması, bilirik ki, Azərbaycanlılar hərbi xidmətdən kənar idi, onlar hərbi xidmətə cəlb olunmurdu. Bunun səbəbləri də var idi, çünki regionda Osmanlı ilə yarana biləcək hər hansı bir müharibədə Azərbaycan təbii olaraq həm İslam birliyi, həm Türk birliyi amillərini nəzərə alaraq Osmanlı tərəfdən çıxış edə biləcək təhlükəsini həmişə göz önündə bulundururdu Rusiya imperiyası. Və ona görə də hərbi xidmətdən uzaq olduğumuz üçün biz silah sökülməsi, taktika qurmaq, əməliyyatlar yerinə yetirmək, ordumuz hələ ki formalaşmamışdı. Amma 18-ci ildən sonra milli demokratik hərəkat öz məntiqi nəticəsinə vardıqda Azərbaycanın üç rəngli bayrağı formalaşdı və qurucu babalarımızın dili ilə desək, yoxdan bir dövlət müqəddəs bir ideal rəmzi yaratdı. Fəxr olması bir şeydir. Həqiqətən mən gənc nəslə də, bugün sinifdə də demişəm ki, bizim məktəbimiz də Yusuf Əliyevin adını daşıyıb, 1-ci Qarabağ müharibəsinin şəhidi. Uşaqlara onun haqqında, onun qəhrəmanlıqlarının nümunə göstəririk təbii ki. Bugün də uşaqlara deyirəm ki, dünyada 5000-dən çox müxtəlif dildə danışan qövm var, tayfa var. Amma BMT-də, Birləşmiş Millətlər Təşkilatında yalnız 193 xalqa bu belə deyək, nəsib olub ki, onlar öz dövlətini, bayrağını
idarəetmə formasını seçiblər. Bu xalqlardan biri də Azərbaycan Respublikası. Yəni müstəqilliyi qazanmaq, dövlətçiliyi qurmaq bir nailiyyətdirsə, onu qoruyub saxlamaq başqa bir nailiyyət. Və bu 20-ci əsr, keçən əsr Azərbaycan xalqı üçün 19-cu əsr, 20-ci əsr ağrılarla, acılarla dolu olub və Azərbaycan tarixində qırmızı, belə deyək, qızıl xətlə keçən bir-iki dənə, belə deyək, şərəf duyacağımız hadisələr olubsa, onlardan biri Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, bu üç rəngli bayrağın yaranması, daha sonra isə 70 il ərzində Çar Rusiyasının astar üzü kimi çıxış edən Sovet İmperiyasının dağılması və yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşması. Amma onu bilirik ki, hər bir müstəqilliyin öz bədəli var. Yəni, müstəqil gənc Azərbaycan dövlətinin 33 yaşı tamam olacaq. Bu 33 il ərzində əlbəttə ki, biz sınaqlardan keçmişik, müstəqilliyimizi qoruyub, gələcək nəsillərə çatdırmışıq. Xocalı soyqırımı göz qabağındadır, 1-ci Qarabağ müharibəsi, 20 yanvar hadisələri ondan öncə. Və biz xalqımızda həmişə ümid olub ki, 30 il ərzində öz vətəninə qayıtmağı barəsində həmişə, yəni o ocaq sönməyib qəlblərində bir gün qayıdacaqdır. Mən 2-ci Qarabağ müharibəsində əsas diqqət buna cəlb edilmək istəyirəm ki, ermənilər saxta tarix quraşdırıblar və onlar iddia edirlər ki, Qarabağ onların torpağıdır. Azərbaycanlı tarixçilər də haqlı olaraq Qarabağın Azərbaycan olmasını sübut etməyə çalışırlar. Bunu sübut etməyə heç o qədər də çaba göstərməyə ehtiyac yoxdur. Çünki tarix böyük bir zaman limitidir. Orada 1828 dünənki tarixdir. Türkmənçasi müqaviləsinin bugün İranda da, Rusiyada, Əlyazmalar İnstitutunda da əsli durur. Və 1918-ci ildə Batum Sülh Konferansında İrəvanın Ermənistana verilməsi, amma Dağlıq Qarabağ və ətraf rayonlara, Naxçıvana iddialardan vaz keçmələri şərti ilə. O da Rus arxivlərində durur, Osmanlı arxivində durur. Yəni, 1920-ci ildə yanvar ayının 12-sində Azərbaycanın müstəqilliyi de facto tanındı Paris Sülh Konferansında. Onun ərazisi 114 min kvadrat kilometr olaraq göstərilir. Bu da faktdır. Amma bütün bunlardan başqa görünən bir fakt oldu ki, İngilis də, Fransız da, Amerikanlı da, Filippinli də, bütün dünya cəmaatı Qarabağın Azərbaycan olduğu ilə razılaşdı və buna görə sustu. Biz bunu necə sübut elədik? Qəhrəman evlatlarımız, şəhidlərimiz qanı bahasına 44 günlük qısa bir dövr ərzində böyük bir səlnamə, igidlik, şücaət, qəhrəmanlıq dastanı yazdılar. Biz tarixi bəzən keçirik sinifdə, amma onlar orada tarix yazdılar. Bütün dünya dövləti gördü ki, iki cür əskər var. Bir Azərbaycan əskəridir. Bayaq məndən öncə çıxış edənlər dedilər. Onlar ölümün gözünə dik baxırlar, toyla, bayramla əskərliyə yola salınırlar. Dünyanın heç bir dövlətində, həqiqətən də hərb tarixində belə bir şey olmayıb ki, əskər özünü çəkir, deyir ki, mən 5 dəqiqə sonra əməliyyata gedəcəyik. Mən şəhid olsam, ağlamayın, sevinin və yaxud da ki, mahnı oxumaqla, yəni ölümün toy bayramla qarşılayırdılar. Orada bir əskərin bir sözü var idi, hətta bu da onu sübut edir. Əskər Şuşanı alanda deyib, bağışda Şuşa, biz sənə topla, mərmi ilə fəth etdik. Yəni, o qədər torpaq bizə dəyərlidir ki, əskərlər istəmirlər ki, ora mərmi düşsün. Bu bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır. Əks tərəfdə biz nə gördük? Ermənilər zorla, əlləri bağlanılıb, bəzən maşınlara, zincirlərlə, məcburi sürətdə və onlar orada vuruşur. Çünki nəyə görə? Torpaq onların deyil. Ona görə vuruşmaq istəmir. Bütün bunu Fransız, İngilis, Amerikanlı da gördük. Bəli, demək ki, Qarabağ Azərbaycanın imiş ki, Azərbaycan oğlanları, qızları canından belə ən dəyərli insan üçün nemət olan yaşamaq hüququndan belə keçib. Necə ki, himnimizdə deyir, hüququndan keçən əskər hərə bir qəhrəman olur. Və mən yenə də şəhid ailələrinə, qazilərə, Allahdan can sağlığı arzulayıram, şəhid ailələrinə isə səbr arzulayıram və inşallah arzu edirəm ki, Azərbaycanın əbədi və əzəli paytaxtı olan Təbrizdə biz belə bir tədbir keçirək, Təbrizdə məktəbimiz açılsın, Azərbaycan ərazi bütövlüyü tam surətdə təmin olunsun və bu arzular gələcək nəsilə qalmasın ki, bu bayramı gələni Xankəndində qeyd edək, bu bayramı Təbrizdə qeyd edək və regiona sülh, əmin-amanlıq gəlsin
əskərlərimizin qanı bahasına öz vəzifələrini icra ediblər, torpaqları azad ediblər, milli ordumuz, diplomatlarımız, beyin adamlarımız, ziyalılarımız bu qələbəni diplomatiya müstəvisində də davamını gətirəcək inşallah. Və mən sözümü bitirmək istəyirəm. Qarabağ Azərbaycandır, Təbriz Azərbaycandır. Və sözü vermək istəyirəm bizim şahidlərə. Teşekkür ederim. Teşekkür, çok sağ olun. Muray buyursunuz, Muray başlayın. Gül ey Azərbaycan, gözlərin aydın. Əzildi zəhərli ilanın başı. Analar, bacılar, ağı deməyin. İndi qismətimiz sevinç gözyaşı. Ey Şuşam, bir daha gözlərin aydın. Sənə sahib çıxdı mərd oğullarım. Adını tarixə yazdı hünərlə. Dosta dost, düşmənə sərt oğullarım. Gözəl Qarabağım eyni nasılsın? Sən artıq deyilsən düşmən torpağı. İndi al qoynuna zirvələrində ulduzlu, hilallı, üç renk bayrağı. Haçandır qoynundan uzaq düşmüşdük. Səninlə həsrətin 30'dur yaşı. Hüsnünü görməyən fidan oğullar. Hüsnünü görməyən fidan oğullar. Bugün bir şəhidimiz qəlbləri dərdi. Keçdi öz canından, getdi, gəlmədi. O gündən ananın üzü gülmədi. Gözlərin qan ağlar, şəhid anası. İtirib həyatın, ləzzətin, dadın. Oğlunu axtarır, çarəsiz qadın. Gələndən, gedəndən bircə övladın durmadan soraqlar, şəhid anası. Düşürmür dilindən oğul ismini, tapşırdı torpağa cansız cismini. Bircə təsəllisi qalan rəsmini sinəsində saxlar, şəhid anası. Ananın övladı, başının tacı, övladsız şirin də dadarmış acı. Övlad həsrətindən ağardı saçı, başa qara bağlar, şəhid anası. Qırdılar düşmənin yerdə qalanın, qisası alındı anam, balanın. Torpağın uğrunda şəhid olanın, torpağın quzaqlar, şəhid anası. Torpağın uğrunda şəhid olanın, torpağın quzaqlar, şəhid anası. Dərdini bir özün, bir Allah bilir. Sən nələr çəkirsən, şəhid anası. Balasız gülbəcün saat basar. Bitirsən, sökürsən, şəhid anası. Dərd Tanrıya sığınıb fəryad edirsən. Bu nə yazı deyib, mindan edirsən. Gecə də, gündüz də fəryad edirsən. Kəsdini bücü, göz yaşı dökürsən, şəhid anası. Ürəyim duş gəlib gedər oğula. Gəlir ziyər parantezdir yuxuna. Elə cür azılıb bu qəm yaxana. Kəsdini bükürsən, şəhid anası. Dərdin soldurubdur o gül üzünü. Gecəyə döndərib al gündüzünü. Balan geri döner deyə gözünü. Yollara dikirsən, şəhid anası. Değişmez hükmüdür Allah Teala'nın. Mekanı cennettir, şehit olanın. Nazarı üstünde her gün balanın. Kuştaki seçirsen, şehit anası. Kuştaki seçirsen, şehit anası. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Bizim bu fidan balalarımızın yaşadığı dünyamızda
qanlı qadalı günlərimiz birdə olmasın. Xoşbəxt bir Azərbaycanda yaşasınlar arzuya xanlıqla. Və mən bağlarınızı verməklə çox sağ olun, təşəkkürlər. Hər kəsə bir, belə deyək də, kədərli anlar yaşatdınız bir daha. Şəhid analarımıza, bir daha şəhid atalarına sonsuz sevgilərimizi bildiririk, saygılarımızı bildiririk və mən çıxış sözü Azər müəllimə verirəm. Azər müəllim, buyurun. İngilizcə kəlmə işləsin. Mən də ilk öncə protoklaşanların hamısını salamlayıram. Bu günləri Azərbaycan xalqının ən müqəddəs ölümünün anım günü olan Azərbaycanın 30 ildən artıq işğalda olan torpaqlarının azad edilməsi və vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Qarabağ qazilərinin, müharibə iştirakçılarının anım günü. Doğrudan da bu gün Azərbaycan xalqı üçün şərəfli bir gün. Şərəfli bir gündür ona görə ki, Azərbaycan xalqının belə gözəl, mərd, igid oğlanları və ali başkomandarları. Məhz hələ bir neçə il bundan qabaq, 20-25 il bundan əvvəl Ulu Öndər özünün Qarabağ zonasında çıxışında qeyd elədi ki, vaxt gələcək, mənim vətənimin evlatları hamısı bu toplantını Şuşada keçirəcəklər və Şuşa azad olacaq, Azərbaycan xalqı bütövlüyünü bərpa edəcək. Doğrudan da bu günləri ali başkomandarımız bizim hörmətli prezidentimiz İlham Əliyev Ulu Öndərin təməlin qoyduğu ideyanı davam etdirərək, həmin siyasətin icrasını davam etdirərək doğrudan da həmin plan üzrə Azərbaycan xalqının təməli işğal olmuş bütün torpaqlarını azad edədir. Bu günləri mən çox danışmaq istəmirəm. Hamımız bu məclisdə çox danışa bilərik, çox söz deyə bilərik. Hər birimizin ürəyimiz dolur. Hər birimiz istənilən qədər çıxıb burada ürəyimizdən gələn danışarıq və danışdığımız söhbətlər günlər ərzində bitməz. Mən bu günləri şəhid valideynlərinə, şəhid evlatlarına, şəhid bacı qardaşlarına, şəhid ata-analarına, onların hamısına səbr diləyirəm və onların hamısına Azərbaycan xalqının fəxri olduqlarına, Azərbaycan yaşadıqca onlar Azərbaycan vətəninin tarixində həmişə yaddaşlarda həkk olunmuş ulu, müqəddəs şəxslər olacaqlar. Bu günləri Azərbaycan xalqının liderinə, ali başkomandarımıza, bu zəfərin qazanılmasında önəmli siyasətinə, ölkəm siyasətinə görə özlərim minnətdarlığımı bildirirəm və bundan da çıxışımızdan satılmışdır. Çox sağ olun. Təşəkkür edirik Azər müəllim, çox sağ olun və mən məlumat üçün deyim, deməli bu günləri 195 saylı məktəbdə hər il olduğu kimi bu gündə 26 sentyabrda Azərbaycanın ilk milli qəhrəmanlarından olan və Qobustan qəsəbəsinin ilk qəhrəmanlarından, ilk şəhidlərindən olan Yusif Əliyevin anım tədbiri keçirildi məktəbdə və mən elə gəlir ki, elə bizim bugün uğurla, cəsarətlə danışdığımız bu böyük zəfərimizin bünövrəsin elə Yusif kimi milli qəhrəmanlarımız vaxtında qoymuşdu və onların, belə deyək də, qisasını 44 günlük zəfər savaşında yiğitlərimiz, şəhidlərimiz, qazilərimiz aldı. Mən bir daha milli qəhrəmanımız Yusif Əliyevə də Allahdan rəhmət diləyirəm. Onun evladı İsmail'dan bir neçə kəlmə söz eşitdik. Bu İsmail. Məsləhət bilmirsiniz? Olsun, yaxşı. Elə isə mən yekun olaraq sözü Mədəniyyət evimizin direktoru Əli müəllimə verirəm. Əli müəllimi dinləyək və o yekun olaraq sizlərə təşəkkür edirsin. Buyurun Əli müəllim. Çox sağ olun Aşıq müəllim. Mən ilk növbədə şəhid valideynlərinin, şəhid analarının, atalarının, şəhid evladı olan, qəhrəman evladı olan bütün şəhidlərimizin ruhu qarşısında və onların valideynləri qarşısında baş əyirəm. Doğrudan da biz üçün böyük bir tarix, böyük bir qələbə oldu. Mən bir mədəniyyət işçisi olaraq, Azərbaycan aşıqlıq sənətinin təbliğatçısı olaraq və aşığı olaraq beynəlxalq tədbirlərdə, beynəlxalq festivallarda iştirak edirəm. 99-cu ildən, mənim yadımda 99-cu ildə İraqda idim, Babil festivalı və bir çox dövlətlərdən və bir çox xalqlardan gəlmişdilər. O cümlədən də bu erməni xalqı deyək, milləti deyək, bunların da təbliğatçıları və
orada iştirak edirdilər. Sizi inandırım ki, mən o düzdür yaşım 10 yaş olsa da, amma içimdə bir vətən, içimdə bir torpaq sevgisi, xalq sevgisi olaraq onlara baxmaq belə istəmirdim. Və onların bizə baxmağını görəndə hiss eləyirdim ki, bunlar bizə yuxarıdan aşağı baxır. İstər-istəməz biz gözü kölgəli baxırdıq. Və bizi onların otelinə yerləşdirəndə biz dedik, yox, onların otelində yox, başqa bir oteldə yerləşdim. Biz apardılar Türklər qalan otelə. Sözsüz ki, qardaşlarımız qalan otelə. Nəyə görə bunu danışıram? Bizi üçün ağır idi. Yəni, kimlər ki, başqa dövlətlərdə, başqa yerlərdə olursa, başqa ölkələrdə olursa, onlar üçün çox ağırdır bu torpağın işğal altında olmağı. Çünki gözü kölgəli idi bu bir məna alır. Amma çox şükür Allaha ki, bizim vətən oğullarının, vətən qəhrəmanlarının sayəsində, Ali Başkomandanın siyasəti sayəsində biz bu qələbəni əldə elədik Allahın izni ilə. Və çox şükürlər olsun ki, bu gözü kölgəliyi götürüldü. Və çox şükürlər olsun ki, biz artıq festivallara, konsertlərə, başqa dövlətlərə gedəndə başı tik gedirik. Və bunu edən bizim şəhidlərimizdir, bizim qazilərimizdir, vətən oğullarıdır, vətən qəhrəmanlarıdır. Allahdan mən bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlıq arzulayıram və analarına, atalarına səbir diləyirəm. Mən belə bir söz deyirlər, bayaqları Hacı dedi, hamımız öləcək. Doğrudan da hamı bu dünyadan keçəcək, heç birim dünya tuturdurmayacaq. Amma kim necə öləcək, onu hələ bilmirik. Çox şükürlər olsun ki, onlar vətən uğrunda tarixə düşən və Allah qatında bəyənilən şəhidlik onlara nəsib olur. Allah rəhmət eləsin şəhidlərimizə, Allah sizlərə səbir versin. Qarşınızda yenə də baş əyirəm. Bugünkü tədbirdə iştirak edənlərə təşəkkür demək istəyirəm, amma təşəkkür hamımız biz təşəkkürümüzü qazilərimizə, şəhidlərimizə edirik. Və təşəkkür ona düşür ki, torpaq uğrunda canlarından keçirlər. Və xalqımıza Allahdan səbir diləyirəm. Baxın, görün, 27 sentyabr yadınızdadırsa, Qobustan necə? Mən bir Qobustanlı olaraq sözsüz ki, mən yerimlə, anadan olduğum bu torpaqdan fəxr edirəm. Qobustanlı olmağımla fəxr edirəm. Amma həmən günü mənim fəxrim 1-ə 1000 artdı. Çünki bizim Qobustanlılar, bizim Qaradağlılar o yardımda necə iştirak edirdi? Siz hamınız görürdünüz, biz hamımız şahidiydik. Var olsun Azərbaycan, var olsun Azərbaycan xalqı, var olsun Azərbaycan dövləti, var olsun şəhidlərimiz, var olsun qazilərimiz. Allahdan sizlərə can sağlıq arzulayıram, bir daha şəhidlərimizə rəhmət diləyirəm. Çox sağ olun gəldiyiniz için, təşəkkür edirəm həqiqətən. Ziyalılarımıza, tanrı verdim, çox sağ olun, var olun, minnətlərim daşım. Çox sağ olun. Təşəkkürlər yekun olaraq bir daha mən yenə Əli müəllimin adından və Mədəniyyət evimizin bütün əməkdaşları adından şəhid ailələrinə səbir deyirik və insanlarımızda yeganə istəyimiz, yeganə ricamız odur ki, mən bunu əslində bütün tədbirlərdə deyirəm, bugün də demək özümə borc bilirəm ki, biz həmişə şəhid ailələrinin yanında olmalıyıq, onlara qayğı göstərməliyik, onlara diqqətimizi hər zaman yüksək səviyyədə, dünəndən bugün daha yüksək səviyyədə göstərməliyik. Çünki onların sadəcə belə deyil, bir qayğıya ehtiyacları var. Mən bir daha şəhid analarına, şəhid atalarına sonsuz sevgilərimizi bildiririk, deyirəm və bugün bu tədbirin təşkil olunmasında bizə dəstək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk və Tanrı Azərbaycanımızı qorusun, Azərbaycanımızın böyük, lap böyük uğurlarında görüşmək ümidiylə. Təşəkkür, çox sağ olun.